Sizə məlumatlar ötürməyə davam edirik. Xəbər verdiyimiz kimi bugün səhər saatlarından etibarən Daxili İşlər Nazirliyi Sputnik Azərbaycanın ofisində əməliyyat keçiriblər və əməliyyat nəticəsində məlum olub ki, demək Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının da burada çalışdığı məlum olub və hazırda artıq bir neçə saatdır ki, Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilir məhz Sputnik Azərbaycanın ofisində və bir məqamı da xatırlatmaq istəyirəm ki, əslində Sputnik Azərbaycanın ofisinin fəaliyyəti cari ilin fevral ayının 13-ündə dayandırılmışdı. Buna səbəb isə qəbul olunan qanun layihəsi idi ki, məhz Azərbaycan Dövlət İnformasiya Agentliyi, yəni Azərtacın Rusiyada sayı olduğu qədər əməkdaş da burada işləyə bilərdi və siz hazırda görürsünüz, demək, saxlanılanlar var və bunlarda Sputnik Azərbaycanın demək, əməkdaşlarıdır və Sputnik Azərbaycan eyni zamanda Russia Today-in nəzdində fəaliyyət göstərən bir xəbər agentliyidir ki, o da artıq uzun müddətdir ki, Azərbaycanda fəaliyyət göstərir və artıq bir neçə saatdır ki, davam edən axtarış tədbirləri nəticəsində az əvvəl gördüyünüz kimi hazırda da məhz həmin qurumun əməkdaşlarından ikisi hazırda Daxili İşlər Nazirliyi tərəfindən və polis qüvvələri tərəfindən hazırda götürüldü və binanın önündə hələ də polis dəstələri var və araşdırmalar davam edir və biz artıq bir neçə saatdır ki, burada gözləyirdik və müşahidələrimizdən onu deyə bilərəm ki, məhz bu agentliyin, yəni Sputnik Azərbaycan agentliyinin əməkdaşları da məhz buraya çağırıldılar və böyük ehtimal onlar burada dindirilirdi və bir daha xatırlatmaq istəyirəm ki, Sputnik Azərbaycan artıq 10 ildən artıqdır ki, fəaliyyət göstərir və Russia Today, Russia Сегодня agentliyin nəzdində fəaliyyət göstərən xəbər agentliyidir və bu xəbər agentliyi əsasən tərəfkeşliyi ilə bilinir və mövcud olan 31 filialının 27-si məhz 2022-ci ilin mart ayının ikisindən etibarən dayandırılıb fəaliyyəti. Buna səbəb isə Rusiya-Ukrayna müharibəsi zamanında məhz Rus yönümlü xəbərlərin və gerçək olmayan xəbərlərin paylaşılması və yayılması ilə bağlı olub və uzun müddətdir ki, bu agentliyi Azərbaycanda fəaliyyət göstərirdi və az əvvəl məhz həmin əməkdaşın saxlanıldığı zaman mənim ifadəm yarımçıq qaldı. Belə ki, məhz bu ilin fevral ayının 13-ü Sputnik Azərbaycanın fəaliyyəti dayandırılmışdı və qanun layihəsi qəbul olunmuşdu ki, məhz Azərtacın, yəni Azərbaycan Dövlət İnformasiya Agentliyinin Rusiyada sayı olduğu qədər əməkdaşının burada da o cümlədən də eyni sayda əməkdaşı çalışa bilər. Baxmayaraq ki, və bu görmüş olduğunuz binanın 4-cü mərtəbəsində demək burada onların əməkdaşları çalışırdı və onlar bir və ya iki nəfər deyil, bütöv şəkildə çalışırdılar və redaksiyanın müxtəlif sahələrdə sosial, gündəm, siyasət və digər bu kimi sahələri əhatə edən demək əməkdaşları var idi və bugün səhər saatlarından etibarən məhz onlar baxmayaraq ki, onların fəaliyyəti dayandırılmışdı, lakin saytda müxtəlif xəbərlər dərc olunurdu və bununla yanaşı da kütləvi informasiya vasitələrində çıxan məlumatları bir daha diqqətinizə çatdırım ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının da burada çalışdığı xüsusilə qeyd olunub və məhz bununla bağlı da Daxili İşlər Nazirliyi tərəfindən də burada əməliyyat keçirilib. Hələlik mənim sizə çatdıracaqlarım bunlardan ibarətdir. Lakin irəliyən saatlarda bununla bağlı daha ətraflı məlumatları sizə çatdırmaqda davam edəcəyik. Pusaqlara da aparırdı. Birinci